Hanımlar ve cənablar, efirde 61 verilişidir. Bugün bizimle oynayanlar, keçən oyundan 1579 manat toplayan İmişli'de menajer Əşrəf Paşabəyli, Bakıdan proqramcı Selin Həbiboğlu, Bakıdan idman şərhçisi Əhməd Əliyev və verilişin aparıcısı Nərmin Knyazi salamlayaq. Salam, hörmətli tamaşaçılar. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi ilə İctimai Televiziyanın efirində 61 izləyirsiniz. Mövsümün seçim oyunları davam etməkdədir və bu mövsümdə biz Azərbaycanın müxtəlif bölgələrindən olan intellektuallarla yarışırıq. Onlardan məhz 3 nəfər böyük finalda yarışacaq və bir gecəyə bir nəfər 5000 manat pul mükafatını qazanacaq. Bugünkü seçim oyununun qalibini müəyyənləşdirmək üçün isə qaydalarımız dəyişməzdir. 2 raund oynayırıq. Sonda final raundunda qalib müəyyənləşəcək. Beləliklə başlayaq. İlk raund 6 mövzumuz. Dırnaqlı heyvanlar, xalçalar, çörəkli mövzumuz var. Bitkilər mövzusunda oynayacağıq. Göllər, N ilə başlayan və bitən sözləri eşidərik. Əşrəf, ötən oyunun qalibi sizidiz. Buyurun, seçim edin. Göllər 50. Qədimdə Biana adlandırılan Türkiyədə göl. Əhməd, Van gölü nədir? Biana illər ərzində Vana çevrildi. Bəli, Əndən ənə 10. şad hadisə və ya işarə. Nişan nədir? Selin, doğrudur Selin. Dırnaqlı heyvanlar 30. Dəvənin dünyadakı ən quru səhra olan Atakamada özünü yaxşı hiss edən qohumu. Əşrəf, Lama nədir? doğrudur. NN 50. Kiçik instrumental musiqi əsəri Əfrasiyab Bədəlbəyli musiqi lüğətində izah edir ki, fransızca gecə mahnısı mənasını verən sözdən götürülüb. Əhməd, Noktrin nədir? deyil. Selin, Nocturne denir. Əfrasiyab Bədəlbəyli nocturne sözünü belə təsvir edirdi. Davam edək. Dırnaqlı heyvanlar 40. 9-cu əsr filosofu Əl-Cahizin sözlərinə görə insanın qayğısına qalmalı olduğu heyvan. Bundan başqa atasına qulaq asmalı, qonağa ehtiram göstərməli və alimə hörmət etməlidir. Əşrəf, Dəvə nədir? yox. Selin, At nədir? əsilzadə insan atasının sözünə qulaq asmalı, qonağa ehtiram, alimə hörmət göstərməli və atının qayğısına qalmalıdır. Doğrudur. Dırnaqlı heyvanlar 50. 15 il əvvəl Qaxın Acınuhur çölündə reintroduksiyası başlanmış, Şirvan qoruğunda isə sayı 6000-dən çox olan heyvanlar. Əşrəf, Ceyran nədir? doğrudur Əşrəf. Göllər 40. İlk 2 ing hindularının ər və arvadın yarandığı göl. Təbii ki, rəvayətə görə. Əşrəf, Titikaka nədir? bu rəvayət Titikaka gölü barəsindədir. Bəli, Göllər 30. Şahbuz Dövlət Təbiət Qoruğunun bir hissəsi olan gözəl göl. Əhməd, Batabat nədir? bu qoruq Naxçıvanda yerləşir. Doğrudur. Çörəkli mövzu 50. Əgər çörək yoxdursa, pirojna yesinlər ifadəsini heç zaman söyləməmiş kraliça. Bu ifadəni filosof Jean-Jacques Rousseau yazıb. Əhməd, Maria Antoinetta kimdir? doğrudur Əhməd. Əndən ənə 40. Üst qatı tüksüz olan və şaftalıya bənzəyən meyvə. Əşrəf, Nektarin nədir? Nektarin nədir? doğrudur. Xalçalar 50. Ötən il Laçında, sahilində xalça belə yarandı sərgisi keçirilən çay. Əşrəf, Həkəri çayı nədir? tədbir Həkəri çayının sahilində keçirilmişdi. Doğrudur. NN 30.
Hər il ictimai televiziya efirində düz 30 şou keçirən aparıcı. Söhbət məndən gedirdi, Nərmin Knyazlıdan. Hər il siz bizim oyunumuzun 30 buraxılışını izləyirsiniz. Davam edək. Xalçalar 40. Əsli Viktoriya və Albert muzeyində, sürəti isə Azərbaycan Müasir İncəsənət Muzeyində saxlanılan Ərdəbil xalçası. Əşrəf, Şeyx Səfi xalçası nədir? doğrudur Əşrəf. Çörəkli mövzu 40. Çörək bişirilməsi üçün istifadəyə yararlılıq keyfiyyəti aleurometrlə yoxlanılan xam mal. Selin, Un nədir? aleuron Yunanca un deməkdir. Doğrudur. Çörəkli mövzu 30. Səhranın Ağ Günəşi filminin qəhrəmanı gömrükçü Vereshchaginin artıq görmək istəmədiyi delikates əvəzində həyat yoldaşından bir qədər çörək tapmasını xahiş edirdi. Çörək yox idi, ona görə də Vereshchagin qara kürünü qaşıqla yeyirdi. Xalçalar 30. 165 il əvvəl ixtiraçısı Daniel Hess'in xalça süpürən adlandırdığı məişət əşyası. Təbii ki, elektrikli deyil, mexaniki idi. Əşrəf, Tozsoran nədir? bu ilk tozsorandır, bəli. NN20. Bir yerə qalxmaq və ya enmək üçün vəsait. Əşrəf, Nərdivan nədir? doğrudur. Göllər 20. Yer kürəsinin ən iri içməli su ehtiyatı hesab olunan 5 Şimali Amerika gölündən ibarət sistem. Əşrəf, Böyük göllər nədir? bu böyük göllər adlandırılan sistemdir, doğrudur. Göllər 10. Ölçüsünə görə Afrikada 5-ci olan ölkəyə adını vermiş göl. Ölkənin sahəsi təxminən 1 milyon 300 min kvadrat kilometrdir. Əşrəf, Çad nədir? eyni adlı göl adını Çad Respublikasına verib. Doğrudur. Xalçalar 20. Harry Potter haqqında romanların qəhrəmanı tacir Əli Bəşirin satdığı xalçalar. Əşrəf, Uçan xalça nədir? Əli Bəşir uçan xalçaların ticarəti ilə məşğul olurdu. Bəli. Xalçalar 10. Türkmənistanda mayda xalça bayramı qeyd edilən həftənin günü. Əşrəf, Bazar günü nədir? xalça bayramı mayın son bazar günü qeyd edilir. Doğrudur. Bitkilər 50. Farmakognoziyanın öyrəndiyi bitkilər. Məsələn, 14-cü əsrdə farmakognoziya haqqında kitabı Cənubi Azərbaycandan olan alim Yusif ibn İsmail Xoyi yazıb. Selin, Dərman bitkiləri nədir? doğrudur Selin. Bitkilər 40. Ən böyük meşəsində Nəhənglər Prospekti adlı turist yolunun keçdiyi ağaclar. Kaliforniyada olsanız mütləq baş çəkin. Əşrəf, Sekvoya nədir? bu nəhənglər sekvoyalardır. Bəli, Bitkilər 30. artıq 15 ildir ki, PopCap Games şirkətinin kompüter oyununda bitkilərin vuruşduğu bədheybətlər. Əhməd, Zombilər kimdir? Nədir və ya? bu oyun bitkilər zombilərə qarşı adlanır. Doğrudur. Çörəkli mövzu 20. Hindistan yarımadasında geniş yayılmış buğda unundan bişirilmiş lavaş. Hind dilində çapna yaymaq deməkdir. Yəni xəmiri yaymaq. Selin, Çapati nədir? doğrudur Selin. Davam edək. Bitkilər 20. Selin, ilk raundda günün fürsəti sizin qarşınıza çıxır. Hansı xalla gediş edirsiniz? 150. 150 xalla. Diqqətli olun, 150 xallıq günün fürsətinin cavabını sizin üçün səsləndirirəm. İndoneziyada bambuzi ənənəvi içkisinin hazırlandığı bitki. Bambuk nədir? Adına da bilinir ki, içki bambukdan hazırlanır. Doğrudur Selin. Təbrik edirəm. Davam edək. Dırnaqlı heyvanlar 20. Erkəkləri bir-biri ilə uzun boyunları ilə vuruşan, yırtıcılardan isə nəhəng dırnaqları ilə özünü müdafiə edən heyvanlar.
Əhməd, Dəvə quşu nədir? yox. Selin, Zürafə nədir? dırnaq zərbəsi ilə yetkin zürafə şiri öldürə bilər. Davam edək. Vaxt bitdi. İlk raundun sonuna çatdıq. Xallara nəzər yetiririk. Əhməd, 90 xalla ilk raundu bitirirsiniz. Əşrəf, sizin 360 xalınız var. Selin, 380 xalla ilk raundu başa vurursunuz. Təbii ki, hələ əsas nəticələr qarşıdadır, ikinci raundda. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi ilə 61 izləyirsiniz. Biz artıq bugünkü seçim oyununun ilk raundunu geridə qoymuşuq. Hazırda ikinci raunddayıq. Oyuna keçməzdən öncə isə bugünkü iştirakçılarımızı tanıyacağıq. Əhməd, xoş gördük. Xoş gördük. Necə gedir oyun? Yaxşıdır deyə bilmərəm. Hələ ki mənim üçün pis, amma ümid edirəm düzəldə biləcəm. Dəyişilə bilər. Bilirsiniz, onsuz da ikinci raundda bizim cavabların dəyəri də 2 qat artıb. Əhməd, bir balaca sizi tanıyaq. İdman şərhçisisiz. Bəli. İndiyə qədər ən maraqlı oyun, şərh etdiyiniz maraqlı oyun hansı olub? Çox olub. Ümumiyyətlə, mən fərqli turnirlər çox şərh eləmişəm deyəməm, amma yadımda qalan Braziliya Liqası ilə başlamışam mən şərhçiliyə, peşəkar şərhçiliyə. Orada bir oyun var idi, Goiás Botafogo komandaları üz-üzə gəlir. O elə oyundur ki, mən düşünürəm ki, onu izləyən tamaşaçıların hamısı yatardı. Yəni, o qədər maraqsız oyun idi. Amma mən işim səbəbindən məcbur idim ki, onu şərh edeyim və həm o vaxtlar məsələsi biraz uyğun deyil. Braziliya Liqasında oyunlar çox geç saatlarda başlayır. Məsələn, səhər 5-də, 3-də, 4-də belə. Bilmirəm, üstəsindən gəldim yoxsa yox. Yəni, izləyənlər varsa mənə də onu bildirsələr ki, oyun xatirimdədir. Orada bacarmışdın ən azından orada o yuxudan bizi oyatmağı. Mənə də xoş ola bilərdim ən azı ki, reaksiya necə olub. Bəs Əhməd, elə bir oyun varmı ki, şərh eləmək istəyirsiniz? Belə olur hər aparıcının, hər şərhçinin. Təbii ki, böyük turnirlərin əsas qarşılaşmalarını istəyərəm şərh eləyim. Dünya çempionatının, futbol üzrə dünya çempionatının bürünc medal uğrunda görüşünü şərh eləmişəm. Arzum budur ki, gələcəkdə final əsas qarşılaşmanı şərh eləyim. Uğurlar sizə, Əhməd. Çox sağ olun. Xoş oldu. Selin, xoş gördük. Xoş gördük. Necə gedir oyun? Gərgin gedir hələ ki. Həyəcanlısınız. Bəli. Selin, özünüz haqqında bildirmişsiniz ki, 4 idman növü ilə məşğul olursunuz. Bəlkə bizlə bölüşəsiniz bunları? Mən stol üstü tenis, pilates, fitness və yoga ilə məşğul oluram. Bunların bəzisi ilə müntəzəm olaraq, bəzisi ilə isə arada bir məşğul oluram. Əsasən səhər saatlarında işə başlamazdan qabaq gedirəm. Bu məni daha produktiv edir və əhval-ruhiyyəmi yüksəldir. Proqramçısınız. Bəli, mən back-end proqramçıyam. Paralel olaraq aktiv həyat tərzi davam elətdirmək, sürmək düşünürəm Bəli, ki... çünki mənim peşəm elədir ki, oturaq həyat tərzinə öyrəşdirir. Ona görə fiziki aktivliyi də qorumaq lazımdır. Bu yaxınlarda oxumuşdum ki, tenis elə bir idman növüdür ki, insan ömrünü uzadır. Bəli, ən xeyirli idman növüdür. Növlərindən Düzdür, o böyük tenisdir, amma stol üstü Stol üstü tenis də o idman növlərindən biridir. Selin, bir də sənətli filmlər izləmək hobbinizdir. Vurğulamısınız? Bəli, mən müxtəlif mövzularda sənədli filmlər izləyirəm. Tarixi, etnoqrafik, bioqrafik, heyvanlar və bitkilər aləmi. Amma ən xoşuma gələn kriminal mövzuda olan sənədli filmlərdir. Xüsusilə də serial qatillər haqqında. Deyəcəkdim, bəlkə məsləhət verəsiniz. Əminəm ki, izləyicilərimizdən də sənətli filmləri sevənlər var. Yox, elə bilməsələr yaxşıdır. Yaxşı, Selin. Burada saxlayırıq söhbətimizi. Uğurlar arzu edirik sizə. Xoş gördük, Əşrəf. Xoş gördük. Bugün necəsiz? Necə gedir oyun? Normal deyə bilərəm. Orta. Daha Razı- yaxşı ola bilər. Daha yaxşı ola bilər. Ümumiyyətlə, hər dəfə belə gərginlik olur oyunlarda. Bəli, Amma eyni zamanda da düşünürəm ki, oyunun dadı duzu bundadır. razıyam. Yəni bu
oyunları, yəni mənim sevmə səbəblərimdən biri odur ki, onun mənə şəxsən yaşatdığı emosiyalar. Və oyun nə qədər maraqlı olursa, o qədər çox həzz alırsan oyundan. Əşrəf, Özbəkistan səfərinizdən danışmaq istəmisiniz? Nə Bəli, vaxt danışa olmusunuz bilərəm. Özbəkistanda? Son getdiyim ölkə Özbəkistandır. Novruz bayramı Mən də bu ərəfəsində yaxınlarda olmuşam getmişdim. Özbəkistanda. Martda. İlk getdiyim Asiya ölkəsi idi. Ona görə çox maraqlı gəldi mənə. Həm də dillərinin bizə bu qədər yaxın olduğunu təsəvvür eləmirdim. Düşündüyümdən də daha yaxın idi. Başa düşmək olur, eynən. Bəli. Və ümumiyyətlə bizim xalqa qarşı çox belə deyək, istiqanlıdırlar. Çox sevindirdi bu məni. Və həmçinin tarixi baxımdan da Səmərqənd, Buxara çox gözəl şəhərlərdir. Hər kəsə tövsiyə edirəm. Əmir Teymurun məqbərəsi və digər abidələri görmək. Təşəkkür edirik Əşrəf. Sağ olun. Uğurlar arzu edirik hər birinizə. Dəstəkçimiz Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyidir. Biz artıq ikinci raunddayıq. İkinci raundda cavablarımızın dəyəri 2 qat artıb. Yəni, nəticələrin əsas bəlli olduğu məqamlardan biridir. Gəlin, raundun mövzuları ilə tanış olaq. Firdovsi, böyük mövzu. Rəssamlar, əllər və ayaqlar mövzusunda oynayacağıq. Avtomobillər mövzumuz var. Günəş. Əhməd, buyurun seçim edin. Böyük mövzu 100. Cənab Prezidentin 16 noyabr 2022-ci il 3587 nömrəli sərəncamı ilə təsdiq edilmiş dövlət proqramı. Əhməd, Böyük qayıdış nədir? Qarabağ və Şərqi Zəngəzura qayıdış barədə olan dövlət proqramı Böyük Qayıdış adlanır. Doğrudur. Davam edək. Avtomobillər 100. Bakıda avtomobillərin sayının 100-ə çatdığı il Mirzə Fətəli Axundovun isə 101 yaşı ola bilərdi. Mirzə Fətəli Axundov 1812-ci ildə doğulub, yəni 1913-cü ildən söhbət gedirdi. Davam edək. Böyük mövzu 80. Francis Scott Fitzgeraldın fermerin oğlunun milyonerə çevrilməsi haqqında romanı axırı yaxşı qurtarmadı. Böyük Selin. Gatsby nədir? Doğrudur Selin. Avtomobillər 60. Kia brendində A hərfinin ifadə etdiyi qitə. Əşrəf. Asiya nədir? Ki yüksələn A isə Asiyadır. Bəli. Firdovsi 100. Firdovsinin bu portretini hazırlamış rəssam. Selin. Lətif Kərimov kimdir? Portret xalça üzərindədir. Deməli, bu Lətif Kərimovun əsəridir. Doğrudur. Avtomobillər 80. Volqa avtomobilinin ilk nümunəsi zavod qapılarından 15 oktyabr 1956-cı ildə çıxmış məşhur modifikasiyası. Selin. Moskviç nədir? Deyil. Əşrəf. Qaz 24 nədir? Deyil. Bu dövrünün prestijli Qaz 21 modelidir. Rəssamlar 80. Qarşınızda olan Ağ At adlı peyzajı çəkmiş İngilis rəssamı. Soyadına baxmayaraq Britaniya polisində xidmət etməyib. Əşrəf. Constable kimdir? Doğrudur Əşrəf. Rəssamlar 100. Əşrəf, ikinci raunddayıq. Həll edici məqamlardan biridir. Günün fürsəti də bu raundda sizin qarşınıza çıxır. 100 xal. Əşrəf, 100 xallıq günün fürsətinin cavabını sizin üçün səsləndirirəm. Mən Göyçayda böyük nar bağlarını görəndə riqqətə gəldim deyə xatırlayan rəssam. Toğrul Nərmanbayev kimdir? Bakıya gəldim və onları çəkməyə başladım. Nara olan həvəsinin yaranması barədə Toğrul Nərmanbayev belə xatırlayırdı. Doğrudur Əşrəf. Davam edək. Firdovsi 80. Firdovsinin barəsində satirik şeir yazdığı Qəznəvi padşahı güya şahnaməyə görə pul ödəməmişdi. Amma bu güman ki, əfsanədir. Əşrəf. Sultan Mahmud Qəznəvi kimdir? Çox güman ki, Mahmud Qəznəvi öz sözünü tutub. Qalan hər şey sadəcə əfsanə və şayiədir. Davam edirik. Rəssamlar 60.
Tam adı Henri Marie Raymond de boşluq Monfa olan fransız rəssam. Boşluqları doldurmağa kömək edin. Əşrəf. Toulouse-Lautrec kimdir? Doğrudur Əşrəf. Davam edək. Firdovsi 60. Məhəmməd Əmin Rəsulzadənin 1920-ci ildə Firdovsinin Şahnaməsindən ilhamlanaraq yazdığı əsəri. Selin. Əsrimizin siyavuşu nədir? Bəli, Selin odur. Davam edirik. Əllər və ayaqlar 80. İnadkarın ram edilməsi filmində üzüm əzmək üçün avtomatik qurğuya yalın ayaqlar ilə qalib gəlmiş kinoaktyor. Əhməd. Celentano kimdir? Doğrudur Əhməd. Əllər və ayaqlar 100. Boşluq, düşmən ayağa baxar. Sözləri ilə bitən atalar sözü. Əhməd. Dost başa baxar nədir? Doğrudur Əhməd. Günəş 100. 11 oktyabr 2020-ci ildə tam olaraq Ermənistan ordusundan təmizlənmiş dağ. Bu, Hadrutun azad olunması əməliyyatına nöqtəni qoydu. Əhməd. Ər-günəş nədir? Bu döyüşlərdə düşmənin qüvvələri Ər-Günəşdən təmizlənmişdi. Doğrudur. Günəş 80. Əhməd, indi də sizin üzünüzə güldü şans. Günün fürsəti qarşınıza çıxıb. Sonuncu raunddayıq. Aydındır. Aha. Sadəcə çox risk eləmək üçün o qədər sual qalmayıb deyə düşünürəm. Ona görə bir gediş eləməyi fikirləşirəm. Olsun belə. 200 xal. 200 xalla gediş edirsiniz. 200 xallıq günün fürsətinin cavabını sizin üçün səsləndirirəm. Diqqətli olun. Oktayın Günəş Sarayı tikmək arzusu barədə danışdığı film. O filmdən çoxlu vaxt keçdi, lakin saray hələ də tikilmədi. Gün keçdi nədir? Oktay Gün keçdi filmində öz arzusunu Əsmərə danışır. Doğrudur. Davam edək. Rəssamlar 20. Məşhur şar üzərində qızcığaz rəsminin müəllifi. Rəsmin ilk variantında qız yerinə oğlan olub. Əhməd. Banksy kimdir? Deyil. Əşrəf. Picasso kimdir? Bəli Əşrəf, odur. Böyük mövzu 60. 19-cu əsrin sonunda başlayan Mərkəzi və Cənubi Asiyada Böyük Britaniya və Rusiya arasındakı geosiyasi rəqabətə verilən ad. Bu qarşıdurmanı böyük oyun adlandırırdılar. Davam edək. Əllər və ayaqlar 60. Qədim balıqların təkamül nəzəriyyəsinə görə əvvəlcə amfibiyaların ətraflarına, sonra isə insan əlləri və ayaqlarına çevrilmiş orqanları. Üzgəc nədir? Doğrudur Selin. Günəş 60. Çiçəklərin günəşin arxasınca çevrilmək xüsusiyyətinin adı, istənilən işıq mənbəyinin arxasınca çevrilmək halı fototrapizm adlanır. Əhməd. Heliotropizm nədir? Günəş Yunanca helios deməkdir. Günəşin ardınca ona doğru çevrilmək isə heliotropizm adlanır. Doğrudur. Avtomobillər 20. 1915-ci ilin dekabrında özünün milyonuncu avtomobilini istehsal etmiş avtomobil sənayecisi. Əhməd. Henry Ford kimdir? Doğrudur Əhməd. Əllər və ayaqlar 20. Sayəsində məsələn kengurunun makropodlara, yəni böyük ayaqlı heyvanlara aid edildiyi dil. Əşrəf. Yunan dili nədir? Makro böyük, pod isə ayaq deməkdir. Yunan dilinə söhbət gedir. Doğrudur. Rəssamlar 40. Qışqırıq rəsminin 4 fərqli versiyasında 3-ü Norveçin müxtəlif muzeylərində saxlanılan müəllifi. Əşrəf. Munch kimdir? Edward Munch'dan söhbət gedirdi, bəli. Firdovsi 40. Rayonlarından biri Firdovsinin adını daşıyan paytaxt. Amma nəzərə alın ki, Paxtakor küçəsi elə də mənzərəli deyil. Yaxşısı budur, Malikə Qələndərova küçəsi ilə gedin. Əhməd. Daşkənd nədir? Deyil. Əşrəf. Tehran nədir? Deyil.
Firdovsi rayonu Tacikistanın paytaxtı Düşənbənin bir hissəsidir. Davam edək. Böyük mövzu 40. 300 milyon il əvvəl Kiçik Magellan buludu galaktikasından 6000 ulduzu uğurlamış galaktika. Əşrəf, Böyük Magellan buludu galaktikası nədir? doğrudur. Firdovsi 20. Rüstəmin Keykavus şahı xilas etmək üçün vuruşduğu qorxunc ağ varlıq. Bu rəvayəti Firdovsinin elə həmin şahnaməsində oxuya bilərsiniz. Selin, Div nədir? Ağ divdən söhbət gedirdi. Bəli. Səs eşitdiniz. Bu o deməkdir ki, ikinci raundu da başa vurduq. Xallara nəzər yetiririk. Selin 620 xalla ikinci raundu bitirirsiniz. Əhməd 690 xalla finaldasınız. Əşrəf, sizin isə 740 xalınız var. Gərgin oyunun finalına keçməzdən öncə mən final raundunda hansı mövzunu oynayacağıq bunu açıqlayıram. Siz isə fasilədə hansı xallarla gediş edirsiniz bunu müəyyənləşdirəcəksiniz. Beləliklə finalda oynayacağımız mövzu fabrik və zavodlar mövzusunda oynayacağıq. Günün qalibini müəyyənləşdirmək üçün finalda görüşəcəyik. Əziz izləyicilər, düşünürəm ki, bu mövsümün ən maraqlı və eləcə də gərgin oyunlarından birinin finalındayıq hal-hazırda. Mən final raunduna keçid almazdan öncə mövzunu açıqlamışdım və fasilə ərzində də iştirakçılarımız hansı xallarla gediş edəcəklər bunu müəyyənləşdirdilər. Qaydalarımızı xatırladıram. Əgər doğru versiyanı yazsalar, bu xallar hesaba əlavə edilir. Yanlış olduğu təqdirdə hesabdan silinir. Hazırsınızsa final raundunu oynayırıq. Fabrik və zavodlar mövzumuzdur. Final raundunun cavabı isə belədir. 1899-cu ildə sakini Jean Tobler'in öz fabrikini açdığı ölkə. 30 saniyəniz var. Vaxt bitdi. Gərgin məqamdayıq. Günün qalibini müəyyənləşdirəcəyik. Gəlin iştirakçılarımızın versiyaları ilə tanışalaq. Selin, sizin versiyanı görək. Toblerone şokoladları ilə İsveçrə məşhurdur. Doğrudur Selin, hansı xalla gediş etmişdiniz? 620 xalla gediş etmişdiniz. 1240 xalla oyunu tamamlayırsınız. Əhməd, keçid alırıq sizə. Sizin versiyanı görək. İsveçrə doğru versiyadır. Hansı xalla gediş etmişdiniz? 651 xalla gediş etmişsiniz. 1341 xalla oyunu tamamlayırsınız. Qəribə gedişatdır. Əşrəf, sizin versiyanı görək. İsveçrə doğrudur. Gediş etdiyiniz xal 640 xalla gediş etmişsiniz. Bu deməkdir ki, 1380 manatla bugünkü oyunun qalibisi siz Əşrəf. Təbrik eləyirəm sizi. Mərkəzə buyurun. Elə bil oyundan oyuna keçdikcə həyəcan və maraq daha da artır.
razıyam. Daha da çətinləşir. Necə hiss edirsiniz özünüzü? Çox həyəcanlı. Həyəcan keçdi artıq, qalibsiz, buradasınız. Biraz vaxt lazımdır. Aha. Tam Maraqlı keçməsi oldu üçün. amma oyun düşünürəm. Çox ki. maraqlı oldu. Dilimin bəlasına düşdüm. Fasilədə deyirdim həyəcanlı olsun. Bu qədər lazım deyil. Həyəcanlı olsun, tam həyəcanlı oyun oynadınız. Əşrəf, hazırda 2959 manat var balansınızda. Seçim sizindir, davam edirsiniz, yoxsa Siz keçən dəfə davam eləməyə məsləhət gördünüz. Bu dəfə nə məsləhət görürsünüz? mən hər dəfə deyəcəm ki, davam eləməlisiniz. Mənə çox maraqlıdır, maraqlı oyunçularla və həyəcanlı oyunlar oynamaq. Amma düşünürəm ki, artıq tamaq başlayar. Aha. Burada saxlayaq bəsdir. Yaxşı, məsləhət sizindir. 2959 manatla hazırda potensial finalçılardan biri Əşrəfdir. Mən isə böyük finaldan vurğulamaq istəyirəm ki, bizim finalçılarımız 5000 manat pul mükafatı uğrunda mübarizə aparacaqlar. Bizim böyük finalın daha bir finalçısı da var. Tələbələr arası çempion 5802 manatla Həsən Abbaslı böyük finalın finalçısıdır. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi ilə bugünkü oyunu izlədiniz. Gələn həftə yenidən burada olacağıq. Özünüzə yaxşı baxın. Hələlik.